kartofu onu çox yüksək bir yağda qızardırıq. Düşünürük ki, bu dadı xoş gəlir uşağa, bunu belə verməli. Xeyr, yəni bunların hamısı əslində ziyandır. Çünki doğru bişirmirik, qidanı doğru temperaturda hazırlamırıq və uşağa verərkən qidaları bir-birinə çox qarışdırırıq. Yəni belə deyim, mayonezdən çox istifadə olunur və mən görmüşəm ki, çox az yaşlı uşaqlara, yəni erkən yaşda 1 yaşında olan uşağa, yaş yarım uşağa, yəni mayonezdə hansısa bir qida verirlər. Bəli. Autizm niyə bu qədər artıb? Uyğun deyil, yəni. Siz saydığınız qidalardan. Təbii ki, uşağın uşaq yeməyi var. Uşağa ona uyğun qida vermək lazımdır. Onun hələ öd kisəsi formalaşmayıb, doğru düzgün hələ mədə sistemi. Biz özümüz o qidanı yeyəndə həzmdə çətinlik çəkiriksə, düşünün ki, onu bir uşaq yeyəndə nə dərəcədə yəni çətinlik çəkir və orqanizm gücə düşür. Sözün həqiqi mənasında orqanların erkən yaşlanmasına gətirib çıxarır normadan artıq yüklənmə. Bu səbəbdən də yəni fikir vermək lazımdır. Yemək seçimi edərkən fikir verilməlidir. Xüsusən bizdə daha çox 1 yaşına və 1 yaşından 2 yaşına qədər olan qidalar var ki, yəni biz uşağın ilk etapdakı belə deyim, ilkin mərhələsinə diqqət yetiririk. Uşağın yeni doğulandan 1-2 yaşına qədər olan dövrünə xüsusi fikir veririk ki, ona görə ki, uşaq o dövrdə formalaşır. Əgər siz təməlini sağlam qoydunuzsa və uşaq təməli sağlamdırsa və artıq onun orqanizması doğru qidalarla bəslənibdirsə, bu o deməkdir ki, uşaq gələcəkdə də sağlam formalaşacaq.